Salam, hər vaxtınız xeyir olsun, dəyərli müdavimlər, dəyərli müəllimlər. Bu videoda Time 2026-nın testindən olan bilik və onun növləri. Test izahına baxacağıq, yenə situasiyaları bir yerdə oxuyacağıq, bir yerdə təhlil edəcəyik və variantı bir yerdə tapacağıq. Xahiş edirəm, testin izah videosuna baxanda siz də aktiv şəkildə olasınız. Proses boyu, yəni test izahı bitənə qədər mən sizə müxtəlif tipdə suallar verəcəm, yəni dialoq şəklində testi bir yerdə gəlin təhlil edək. Baxın, qeyd olun, birinci sualda yazıb ki, səhvi tapın, yanlış fikir axtarmalıyıq. Gəlin bir yerdə axtaraq. Metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir də, yəni yuxarı təfəkkür tələb edən bir biliyin növüdür. Bu düzdür. Ola bilər məndə faktoloji, konseptual, prosedural var, amma metakognitiv olmaya da bilər. Çünki yuxarı təfəkkürdür. Hər adamda olmaya da bilər bu. Daha sonra faktoloji bilik Bloom taksonomiyanın aşağı mərhələləri ilə bağlıdır. Yəni faktolojide hazır məlumatı bilirəmsə, bu deyir aşağı mərhələyə uyğun gəlir. Bloomun idrak taksonomiyasının bu düzdür. Bizə xatırlamaq mərhələsinə uyğun gəlir. Fakt olaraq bilirsinizsə, xatırlayıb cavab verəcəksiniz. Bu sadə, primitiv, aşağı səviyyədir. Bu düzdür. Deyir, şagirdin tapşırığın həlli zamanı özü üçün strategiya seçməsi. İndi dəyərli müəllimlər sizə sual verirəm. Şagirdin özü üçün strategiya seçməsi biliyin hansı növü idi? Özüm üçün strategiya, yol, çözüm tapıram özüm üçün. Bəli, bu metakognitivdir. Amma cümlənin sonunda nə yazılıb? Prosedural. Ona görə səhv fikir elə budur. D variantına baxaq. Şagirdlər idraki proseslər haqqında nə qədər məlumatlı olsalar da daha yaxşı öyrənə bilərlər. Yəni ki, idraki prosesləri haqqında nə qədər məlumatlı olsa, deyir, daha yaxşı öyrən. Yəni mən nəyi zəif bilib, nəyi güclü bildiyimi fərqinə varsam, daha yaxşı öyrənərəm. Öz yəni zəif bildiklərim üzərində işləyərəm, biraz da özümü inkişaf elətdirərəm. Bu da düzdür. Strateji bilik, öyrənmə və tətbiqlə bağlı strategiyalardan xəbərdar olmaqdır. Elə strateji bilik, strategiyadan xəbərdar olmaq deməkdir. Bu da düzdür. Səhv cavabımız oldu C variantı. Baxırıq ikinci suala. Yenə yazılıb ki, nəyi tapın? Yanlışı tapın. Gəlin bir yerdə tapaq. Şagirdlər bilik əldə edərkən onu kognitiv, yəni şagird, tutaq ki, şagirdin biri mən. Şagird olaraq mən məlumatı əldə edərkən onu kognitiv, zehin, yəni zehni proseslərdən keçirməlidir. Elə, yəni olduğu kimi yadda saxlamıram da. Onu müəyyən beynimdə başa düşəcəyim, yadda saxlayacağım şəkildə onu proseslərdən keçirib elə yadda saxlayıram. Bu düzdür. Kognitiv zehni deməkdir. Biliyin qəbulu zamanı kognitiv və metakognitiv. Metakognitiv nə idi? Biliyin növündən bilirik artıq. Kognitiv də zehin deməkdir. Biliyin qəbulu zamanı kognitiv və metakognitiv fəaliyyətin əhəmiyyəti böyükdür. Bəli, mən biliyi qəbul eləyəndə bu dəqiqə dedik, elə A variantında. Mən biliyi qəbul eləyəndə ona kognitiv proseslərdən keçirirəm. Metakognitiv özümə uyğun olan yolla, strategiyanı onu yadımda saxlayıram. Bu da düzdür. Şagirdlər onlara ötürülən biliklərdən özləri üçün bir məna çıxarmağı bacarmalıdır. Əlbəttə ki, mənə bir məlumatı deyirlərsə, mən indi o həmin eşitdiyim məlumatdan bir məna çıxarmalıyam, bir anlamalıyam, başa düşməliyəm ki, bunun mənası nədir? Bu da düzdür. Biliyi faktoloji, konseptual, prosedural, metakognitiv olmaqla bölünür. Təbii ki, bu necə fikirdir? Əlbəttə ki, düzdür. Biliyin ötürülməsi zamanı şagird pasiv iştirakçıdır, səhvdir bu. Müasir təlimdə ümumiyyətlə pasiv iştirakçı anlayışı yoxdur. Şagird niyə pasiv olmalıdır ki? Müəllim ancaq danışır, şagird ancaq beyninə yığırmı? Belə olurmu? Sizcə müasir təlim? Təbii ki, xeyr. Şagird hal-hazırda pasiv yox, aktiv tərəfdir. Aktiv. Ona görə səhv cavab elə budur. Bizə nə səhvi soruşurdular? Baxırıq üçüncü suala. Uyğunluğu tapın yazın. Gəlin mən bəndləri oxuyuram. Burada A-nı, B-ni, C-ni, D-ni oxuyuram. Siz tapın ki, hansına aiddir. Şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasında yardım etdiyini bilir. Yəni ki, şagird bilir ki, mən onu təsəvvürümdə canlandırsam daha yaxşı anlayaram. Deməli, bu onun öyrənmə tərzidir. Deməli, bu deyir ki, mən gözümün qabağına gətirim, onda daha qəşəng başa düşəcəm. Hansı biliyin növüdür bu? Bəli, bu metakognitivdir. Ona görə mən xüsusiyyətləri vurğulayıram ki, cavabı özünüz tapasınız. Bu metakognitivdir. Daha sonra B-yə baxırıq. Şagird yayda okeandan materikə doğru əsən küləklərin adlarını sadalayır. İndi dəyərli müəllimlərimiz, mən sizə sual verirəm ki, okeandan materikə doğru əsən küləklər hansılardır? Zəhmət olmasa sayın, sadalayın. Bu cavab vermək üçün nə lazımdır?
Təbii ki, dəqiq faktı bilməliyəm də, bilməsəm hardan sayacağam? Bu dəqiq fakta əsaslanan bir məlumatı, yəni faktoloji. İkinci adı nə idi? Deklarativdir, bəli. Dəyərli müəllimlərimiz, sadalayır görən kimi gedib prosedural götürməyin ha. Burada yazılmayıb ardıcıl sadalayın. Ümumiyyətlə biz dərsi öyrənəndə açar sözlər əzbərləmişikmi? Xeyr, heç bir açar söz əzbərləməmişik. Bəzən olur da müdavimlərdir ki, sadalayır, sayın olanda o proseduraldır. Xeyr, biz dərsdə elə bir şey danışmamışıq. Deməli, C-yə baxırıq. Şagird şəhər və kənd əhalisinin say nisbəti etibarilə dəyişməsini hesablayır. Vurur, toplayır, çıxır, bölür, neyniyir? Hesablayır. Biliyin hansı növündə idi? Hesablayırdı, həll eləyirdi, yerinə yetirirdi, icra eləyirdi. Bəli, prosedural biliyə aiddir. 2-yə də C-ni götürəcəyik. D-yə baxaq. Şagird sağlam həyat tərzinə təsir edən amilləri qrup. Yəni, sağlam həyat tərzini təsir edən çox amillər var da. İndi mən onları qruplaşdırıram, ümumiləşdirirəm, anladığım kimi sistemləşdirirəm. O biliyin hansı növünə aiddir? Bölüb konspektləşdirirsiniz. Hansı bilikdə idi o konspektləşdirmək? Konseptual bilikdə idi. 3-ə də nə götürəcəksiniz? D-ni. 1A, 2C, 3D, 4B. Düzgün cavab görürsünüz. A variantda heç çox axtarmamıza ehtiyac qalmadı. Baxırıq 4-cü suala. Deklarativ bilikli, yəni deklarativ hansı bilik idi? Bəli, ikinci adı nə idi? Faktoloji. Hansı fikir səhvdir? Faktolojiya aid deyil. Gəlin bəndlərə baxaq. Hər hansı bir sahə ilə bağlı olan terminlər biliyin hansı növündə idi? Deklarativdə idi. Bu düzdür. Bizə səhvi soruşur. Fənlə bağlı dəqiq məlumatlar, dəqiq fakta əsaslanan məlumatlar hamısı faktolojidir. Bu da düzdür. Digər bilik növlərinin formalaşmasında mütləq deklarativ bilikdən, yəni deklarativ hansı idi? Faktoloji, yəni fundament, yəni bünövrə faktoloji bilik olmalıdırmı? Əlbəttə ki, olmalıdır. Biliyin növləri hamısı bir-birinə zəncirvari bağlıdır. Bəli, fakt olmasa o birlər də olmur. Onsuz da bu düzdür. D variantına baxırıq. Deklarativ biliyə idraki fəaliyyətin istənilən mərhələsində rast gələ bilərik. Yəni, deklarativ bilik idraki fəaliyyətin istənilən mərhələsində rast gələ bilərik. Biz deyə bilmərik ki, deklarativ bilik idraki fəaliyyət ancaq bu mərhələsindədir. Bu deyə bilmərik. İstənilən mərhələsinə rast gələ bilərik. Ona görə də bayaq ki, bənddə dedik ki, deklarativ bilik bünövrədir, o olmalıdır. Bu doğrudur. Daha sonra hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək, bir tapşırığın icrasını necə edəcəyimizi bilmək deklarativdir sizcə? Bir işi necə eləyəcəm? Buradan çıxıb evə necə gedəcəm sizcə? Bu hansı bilikdir? Bu prosedural bilikdir. Necə? Yadınızda da demişdim o dərs səhiyləndə. Proseduraldır, yəni deklarativ deyil. Düzgün cavabımız oldu Y variantı. Səhvi soruşurdular, səhvdə oldu Y. Gəlin 5-i təhlil edeyim. Siz tapın ki, biliyin hansı növünə aiddir. Müəllim şagirdlərin xarici dildə yeni sözləri bunu dərsdə demişdik, daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini xahiş edirəm ki, siniflə bölüş. Deməli, şagird ingilis dilində yeni sözləri daha yaxşı yadda saxlamaq üçün özünə məxsus bir üsulu var. Deyirəm, zəhmət olmasa Leyla həmin üsulu sinif yoldaşlarınla da bölüşdə. Demək, uşağın hansı biliyi var sizcə? Bəli, ümid edirəm ki, artıq cavabı özünüz tapdınız. Metakognitiv. Düzgün cavab oldu C variantı. Ümumiyyətlə, belə yadda saxlayın ki, dəyərli müəllimlər, bir işi daha yaxşı eləmək yolunu bilirəmsə, daha yaxşı. Baxın, işarə qoydum hətta. O metakognitivə aiddir. Baxırıq 6-ya. Bu misraların mahiyyəti nə deməkdir? Yəni, mənasını başa düşmək üçün hansı bilik lazımdır? Baxın, 2 misradır. Mən bu 2 misranı səsləndirirəm. Şagirdlər deyirəm, ay uşaqlar, ay şagirdlər, bu misranın mahiyyəti, mənası nədir ümumiyyətlə? Mənanı, mahiyyəti demək üçün hansı bilik olmalıdır bizdə? Bəli, konseptual bilik. Amma desəm ki, bu 2 misranı sizlər üçün səsləndirib, desəm ki, misranın müəllifi kimdir? Onda hansı bilik olacaq? Bəli, onda olacaq faktoloji. Bizə elə bir sual soruşmamışlar, sadəcə mən sizə sual verdim. Bəli, demə 6 düzgün cavab nə oldu? Mahiyyətini, əhəmiyyətini, mənasını demək üçün başa düşmək lazımdır. O da hardadır? Konseptualda. 7-yə baxırıq. Müəllim şagirdlərdə
instinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Instinkti öyrənmişik, düşüncəli fəaliyyəti öyrənmişik, təfəkkürü öyrənmişik. İndi deyirəm ki, zəhmət olmasa bunları bir-birinə fərqləndirin. Fərqləndirmək üçün gərək ayrı-ayrılıqda hər üçünü anlayın, başa düşüm ki, mən indi bunları bir-birinə eləyim, fərqləndirim. Başa düşmək, anlamaq, dərk etmək, fərqləndirirəm. Və yaxud da desəydim ki, müəllim belə də deyə bilər, bu üçünə aid olan məlumatları ümumiləşdir. Nə lazımdır bunun üçün? Dərk etmək, konseptual bilik lazımdır. Bəli, konspektləşdirirsiniz elə bir ki. 8-ə baxırıq. Sual nümunələrdən biri faktoloji biliyi yoxlamasına xidmət etmir. Yəni, faktoloji biliyə aid deyildir. Yəni, bəhdlərə baxaq. Ağac üzərində qrafikaya nə deyilir? Nə deyilir? Bu kimdir? Neçənci ildə olub? Bu suallar nədir? Faktolojidir. Rusiyada təhkimçilik nə vaxt ləğv olunub? Neçənci ildə ləğv olunub? Bu nədir? Faktda dəqiq məlumatdır. Yəni, oturub məntiqlə tapmayacağım ki, sualın cavabını. Rus sənətkarlığın ən böyük mərkəzi haradır? Haradır? Bu kimdir? Neçənci ildir? Bu sualların cavabı hamısı nə idi? Faktolojidir. Baltava döyüşü neçənci ildə baş verib? Bəli, neçənci ildə baş verib? Rəqəm soruşuram da sizdən, bu da faktdır. İnformasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Bunu bayaq qeyd elədiyini görüm, yadınızda qaldı yoxsa yox? Bir işi daha yaxşı eləmək yolunu bilirəmsə, bu hansı bilikdir? Daha yaxşı yadda saxlamaq üçün mən deyirəm ki, mən onu yazıram. Başqa bir şagird deyir ki, mən daha yaxşı yadda saxlamaq üçün onun təsvirini xəyalımda canlandırıram. Deməli, bu uşaq nəyi var? Metakognitiv biliyi var. Düzgün cavabımız oldu C variantı. Baxırıq 9-a. Uyğunluq gözlənilmişdir. Yəni, nəyə axtarırsınız? Üst-üstə düşənləri. İndi gəlin bəndləri oxuyaq. Sizdən soruşum, görək düzdür yoxsa səhvdir. Şagird bu bilik sayəsində faktları sadəcə xatırlamaqla kifayətlənmir. Həm də deyir, səbəb-nəticə. Bunu da dərsdə demişdik, lövhədə yazmışdıq. Səbəb-nəticə əlaqələrini quraraq yeni situasiyalarda düzgün şəkildə ümumiləşdirir, izah verir. Bu biliyin hansı növünə aiddir? Bəli, nəticə çıxardıramsa başa düşürəm, ümumiləşdirirəmsə dərk eləyirəm, anlayıram. Yəni, hansı bilikdir? Konseptual bilikdir. Qarşısına nə yazılıb? Doğru. Uyğunluq gözlənilmişdirmi? Sizcə, bəli, gözlənilmişdir. Konseptual qabağında da nə yazılıb? Doğru. Üst-üstə düşdü. Biri götürürsünüz, bir düzdür. Davam eləyək, 2-ni oxuyaq. 2-ni oxuyuram, siz tapırsınız ki, bu düzdür yoxsa səhvdir. Eyni cismin ayda və yerdə kütləsinin sabit qalması, lakin çəkisinin fərqli olması hansı səbəblərdən izah olunur? Yəni ki, səbəblərini deyin, hansı səbəbdən bu belə olur? Səbəbini demək üçün dərk eləməliyəm, anlamalıyam, başa düşməliyəm. Yəni, səbəbini demək üçün proses getdi, burada yox. Səbəbin, baxın, dil yuxarıda burada var da, səbəbini demək üçün nə lazımdır? Konseptual. Amma burada prosedural yazıblar. Proseduraldır, səhvdir. Qabağına mı nə yazıb? Doğru. Uyğunluq gözlənilməyib burada. Prosedural deyil axı qabağa. Əgər yazsaydılar konseptual, doğru, onu da deyə bilər, götürə bilərdik. İndi biz bunu nə edirik? Götürmürük. Uyğunluq gözlənilməyib. 2-nə çıxdıq. İlk yardım çantanızda olan materiallardan istifadə edərək kiçik nədir? Kəsiyi sarıyın deyir. Deməli, çantamızda müəyyən materiallar var, onlardan istifadə eləyin, kəsiyi sarıyın deyir də. Yəni, onu kəsdiniz, elədiniz, indi həmin yaranı sarmalısınız deyir. Burada iş gedir, proses gedir. Bu nədir? Bu prosesdir də, elə bizim bildiyimiz proseduraldır. Baxın, qarşısında nə yazılıb? Faktoloji səhvdir, qabağına nə yazılıb? Yanlış. Yəni, düz deyir də, yanlışa yanlış demək, o özü də doğrudur. Mən deyirəm səhvdir, sağ olsun, qarşısında da yazıblar ki, bəli, səhvdir bu. Deməli, 3-də uyğunluq gözlənilmişdir. Əgər faktoloji yazıb, burada doğru söz yazılsaydı, doğru, onda mən bunu götürməyəcəkdim. Çünki uyğunluq pozulardı onda. Burada indi belə yazılmayıb, yanlışa yanlış deyib 3-ü də götürürsünüz. Bu bilik insanın öz öyrənmə prosesini dərk edib idarə etməsi, nədə çətinlik çəkdiyini qiymətləndirərək ona uyğun strategiya seçməsi. O hansı bilikdir? Özünə uyğun strategiya, yol seçir. Bu metakognitivdir.
Bu deyir konseptualdır, səhv deyir də konseptual deyil. Amma qabağına nə yazıblar? Doğru. Uyğunluq gözlənilməyib burada. Səhvdir, konseptual deyil, metakognitivdir. 4-ü çıxırıq. Düzgün cavabımız oldu nə? 1, 3. Ümid edirəm ki, cavabları məndən öncə özünüz tapırsınız. Mən xüsusiyyətləri biraz da artırıram ki, siz cavabı özünüz məndən qabaq tapmış olasınız. Ona baxırıq. Hansı fikir doğrudur? Düz axtarmalıyıq. Gəlin bir yerdə tapaq. Biliklərin möhkəmləndirilməsi əsasən məlumatın bir neçə dəfə təkrar olunaraq yadda saxlanmasına əsaslanır. Yəni, biliyi möhkəmləndirmək istəyirsənsə, bir neçə dəfə onu təkrar eləyəndə yaxşı yadımızda qalır. Yəni ki, hər hansı bir məlumatı, möhkəm şəkildə bilikləri yadında saxlamaq istəyirsənsə, onu təkrar yadda saxlamalısan. Biliyi möhkəm yadda saxlamaq üçün gərək mən onun mənasını başa düşüm, onu anlayım, beynimdə bir sistemləşdirim, beynimin bir rəfinə yerləşdirim, özümə uyğun strategiya tapım, elə yadımda saxlayım ki, o bilik mənim beynimdə möhkəmlənmiş olacaq, yadımdan çıxmayacaq. Amma burada deyək ki, bir neçə dəfə təkrar olunaraq yadda saxlasaz, elə yadda saxlasan, bilik səndə möhkəmlənmiş olacaq. Təbii ki, bu düz deyil, bu səhvdir. Elə tutaq ki, kitabı açıram, 5 dəfə də oxuyuram, təkrar bu bilik məndə möhkəmlənmir. O zaman möhkəmlənir ki, mən onu anlayım, dərk eləyim, özümün yadımda saxlaya biləcəyim bir yolla, strategiyamla beynimin rəfinə yerləşdirim mən onu. Onda bilik beynimdə daha çox möhkəmlənmiş olacaq. Daha sonra B-yə baxırıq. Ümumiyyətlə, testləri oxuyanda A qəşəng cavabı oxşur deyib götürməyin, bütün bəndləri təhlil edin. Bilik ən effektiv şəkildə müəllimdən şagirdə hazır şəkildə verilməlidir. Ən yaxşı bilikdir, hazır şəkildə müəllim nə desə onu yadında saxla və sistemli formada təqdim olunduqda ötürülür. Yəni, sizcə biliyin qəbulunda şagird pasiv idi, aktiv idi, bayaq dedik. Şagird aktivdir, şagird məlumatı özü də axtarıb tapa bilər, müəllimdən hazır informasiya əldə elədim. Bu doğrudurmu? Təbii ki, doğru deyil. Bilik növləri fakt və anlayışları bilməyə, İşi icra etmə bacarığı, anlayışlar arasında əlaqəni dərk etməyə, başa düşməyi dərk etməyə, öz öyrənmələrini planlayıb qiymətləndirməyə əsasında görürsünüz, nə gözəl cavabdır. Yəni, fakt olaraq siz onu bilməlisinizdir, onlar arasında əlaqəni tapmalısınız, öz öyrənmənizi planlamalısınız və yəni sizdə metakognitiv də olmalıdır, faktları da bilməlisiniz, əlaqəni də qurmağı bacarmalısınız deyir. Bu düzdür. Bizdən də düzü istəyirlər, C variantıdır. Digər bəndlərə də baxaq, əgər aramızda digər bəndlər götürən müdahimələrimiz varsa. Bilik əsasən bir mövzunu yaxşı başa düşməkdən ibarət deyil, onu düzgün və səliş şəkildə ifadə etməkdir. Deyir ki, sən düzgün şəkildə, səliş şəkildə onu ifadə eləsən, bu səndə biliyin olduğunu göstərən bir əlamətdir. Elə şey demişik biz biliyin növlərində. Bu səhvdir. Bilik zamanla öz-özünə dərinləşir, bir mövzunu bir dəfə öyrənmək, sonradan əlavə təkrar və tətbiq olmadan uzun müddətli yaddaşda sabit qalır. Elə şey olur, bugün oxumadıq. Deyir, yəni, bir dəfə oxuduğun deyir, o sənin tətbiq eləməsən də beynində uzun müddət şəkildə sabit qalacaq, dəyişməyəcək, elə şey yoxdur. Yəni, beynimiz, növbəti mövzularda keçəcək, Karl Dweckdə və s. deyir ki, beynimiz elastikdir. Beynimiz yəni daş deyil ki, daşı yazaq, daşın üzərinə məlumat yazın, oradan silinmir. Amma bizim beynimiz daş deyil də. Bizim beynimiz daş olmadığı üçün biz o məlumatı öyrənib həmişəlik bizim yadımızda qalmır. Dəfələrlə biz onu təkrar eləməliyik, tətbiq eləməliyik və s. və s. Deməli, düzgün cavabımız oldu C variantı. Baxaq 11-ci suala. Hansı nəqliyyat vasitələri bugün müasir hesab edilmir? Və baxın, sual qurtarmayıb. Və nə üçün? Nə üçün bu nəqliyyat vasitələri müasir dövr üçün uyğun hesab olunmur? Nə üçün? Niyə? Nəyə görə? Hansı səbəbə görə? Bu biliyin hansı növünə aiddir? Niyə? Nə üçün? Səbəbini soruşuram da sizdə. Nə üçün hesab edilmir müasir dövr üçün o? Niyə? Nə üçün? Nə səbəb? Hansı bilikdir? Bəli, konseptual bilikdir. Birbaşa cavabı demədim ki, özünüz tapasınız. Bəli, konseptual. Baxırıq 12-yə. 12-də yazıb ki, uyğunluğu tapın. Bir də yazıb ki, kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilmək. Deklarativ bilikdir. Düz deyirmi? Əlbəttə ki, düzdür. Mən bu elmin nədən bəhs etdiyini bilirəmsə, dəqiq faktı bilirəm. Bu düzdür. Götürürsünüzmü? Uyğunluq suallarında necə seçirdik? Doğrudan doğru, yanlışdan yanlış. Doğrudan. Yəni, ən rahat yoldur. Hansında ki, üst-üstə işarələr düşürsə, onu götürün. Baxın, bir də işarə üst-üstə düşürmü? Bəli. Baxın, burada da plus qoymuşam, burada da plus qoymuşam.
De doğru üstə gəl deməkdir də onsuz da. Sadəcə mən işarə ilə qoydum ki, daha aydın olsun. Bu deyir doğrudur, mən də deyirəm doğrudur. Əla, biri götürürəm. 2-yə baxıram. Sifət haqqında deyilən fikirlərin yanlış olanlarını müəyyənləşdirir. Məsələn, mən sizə deyirəm ki, sifət kim sualına cavab verir. Siz deyirsiniz ki, bu cümlə düzdür yoxsa səhvdir. Mən bunu bilməliyəm ki, bilimdə bu düzdür, səhvdir. Və yaxud da deyirəm ki, sifət hara sualına cavab verir. Siz deyirsiniz, yox, bu səhvdir. Bu dəqiq məlumatdır da, siz bunu bilməlisiniz. Amma bu yazır ki, proseduraldır. Nə proses getdi ki burada? 2 səhvdir. Baxın, 2 yanlışdır. Götürürsünüzmü? Götürmürsünüz. Çünki yuxarı doğru yazılıb. Baxın burada. Bura doğru yazılıb, bura yazılıb səhvdir. Üst-üstə düşmür. 2-ni götürməyin. 3-ə baxırıq. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələrini ümumiləşdirir. Bir çox məlumatlar var mədəni dəyərlər haqqında. Siz onları ümumiləşdirirsinizsə, metakognitiv bilik lazımdır, yoxsa konseptual sizcə? Əlbəttə ki, konseptual. Metakognitivliyi neynərdim ki mən burada? Bu səhvdir. Götürürsünüzmü? Bəli. Mən deyirəm səhvdir. Yuxarıda yazılıb yanlışdır. İşarələrə baxın, üst-üstə düşdü. 3-ü götürürsünüz. Mütləqdirmi? İkisinin hərəsini bir sütundan götürək? Xeyr. Cavab eyni sütundan da çıxa bilər. İndi bizdə çıxmadığı üçün məcbur o tərəfə gedib oradan da axtarırıq. 3-ü də götürürsünüz, demək 1-i götürdü. Cavabı tapmış əslində 1 işdir, amma yenə 4-ü də oxuyaq. 4-ə baxırıq. Bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntını neçənci əsrdə əldə etdiyini, neçənci əsrdə olub, neçənci ildə olub və s. Bu tipdə suallar hansı bilikdir? Deklarativ faktolojidir, termindir yoxsa spesifikdir? Əlbəttə ki, il, rəqəm demək nəyə aiddir? Termin deyil ki, bu spesifikdir. Bu düzdür, götürmürsünüz. Çünki işarələr üst-üstə düşmür. Yuxarıda yanlış açıq yazmışıq, bura plus yazmışıq. Ona görə uyğunluq gözlənilməyib. Demək, düzgün cavabımız oldu 1 ilə 3. Baxırıq 13-cü suala. 13-cü sual gəlin bir yerdə oxuyuq, təhliliyə görə bizə nə istəyirlər? Müəllim şagirdlərə sual verir. Məxrəc eyniləşdirilmədən kəsirlər toplana bilməməsi nə ilə bağlıdır? Ay uşaqlar, niyə belə olur sizcə deyir bu? Ortaq məxrəc anlayışını nümunə üzərində açıqlayın. Bu tapşırıqda istifadə olunan bilik növünə uyğun olan tapşırığı müəyyən edin. İndi variantlara keçməmişdən əvvəl dəyərli müdavimlərimiz, burada biliyin hansı növündən söhbət gedir? Baxın, mən sizə sual verirəm. Məxrəcləri eyniləşdirmədən kəsirlər toplana bilmir. Niyə? Nə üçün? Nə səbəbə görə sizcə toplaya bilmirik? Və yaxud da ikinci cümlə oxuyuruq. Ortaq məxrəc anlayışını nümunə üzərində izah edin. İzah etmək üçün, açıqlamaq üçün gərək özümüz də başa düşək, anlayaq ki, onu izah eləyə bilək. Deməli, burada nədir? Söhbət konseptualdan gedir. Yəni, bizə deyir ki, variantlarda düşün, bilik növünə uyğun olanı tapın. Nə axtarmalısınız? Konseptual. İndi variantda A, B, C, D, Y-də belə yazmayayım. Məsələn, Y-də faktoloji sözünü yazmayıblar. D-də prosedural sözünü yazmayıblar da. Bizə cümlə şəklində yazıblar. Siz də tapmalısınız ki, bu cümlələrdən hansı konseptual biliklə bağlıdır. Yəni, konseptual biliyə aid olan cümləni axtarmalısınız. Gəlin bir yerdə axtaraq. Sıxlığın ölçü vahidini yazın. Sıxlığı hesablanması üçün istifadə olunan düsturdakı hər hansı bir simvol. Misal üçün sizə sual verim ki, sıxlığın ölçü vahidini yazın. Nə ilə ölçürlər? Düsturu hansıdır? Bu hansı bilikdir? Bu dəqiqdir də, bu fakta əsaslanan məlumatdır. Bunu çıxdıq. Kompasdan istifadə edərək sinif otağınızda şimal istiqaməti tapın. Öyrənmişsiniz, lap yaxşıdır. Əlinizə vermişim kompası. Şagirdin əlinə vermişim kompası. Deyirəm, tapın görüm. Şimal, cənub, şərq, qərb, hardayıq biz? Öyrəniblər, indi nə edirlər? Həyata keçirdirlər, yerinə yetirirlər, iş görürlər. Bu prosesdir, bu da getdi. Bizə nə lazımdır? Bizə konseptual lazımdır. Hələ ki, axtarıq, tapmamışıq. Verilmiş nümunələrin, verilmiş cümlələrin hansında metafora, hansında bənzətmə olduğunu müəyyənləşdirin və seçimlərinizi anlayışlara əsaslandıraraq izah edin. Yəni, seçməklə qurtarmayın, variant qurtarmayacaq. İzah elə ki, niyə bunu seçmisən, hansı səbəbdən bunu seçmisən, hansı səbəbə görə bunu eləmirsən, əsaslandır deyir, izah elə. Bu hansı bilikdir sizcə? Bəli, ümid edirəm ki, özünüz tapdınız. Bu elə konseptualdır, düzgün cavabımız C variantıdır. D variantına da baxaq. Azərbaycan Respublikasının dövlət rəmzlərini sadalayır, sayır. Onların qəbul edildiyi ili deyir. Bu nədir? Bu dəqiq faktdır da, deklarativ bilikdir bu. Daha sonra, amma indi sizə belə bir sual verim. D-dəki cümləni özüm dəyişdirirəm, sizə sual verirəm.
Azərbaycan Respublikasındakı şagirdlərə sual verirəm ki, ay şagirdlər, dəyərli şagirdlər, dövlət rəmzlərimizin əhəmiyyəti nədir? Əhəmiyyəti haqqında mənə məlumat verin. Onda biliyin hansı növ olardı sizcə? Bəli, onu konseptual olardı. Bu sadəcə sual olaraq verdim sizə. Bəli, əhəmiyyətini demək üçün konseptual lazımdır. Sadəcə D-də elə bir şey yox idi. Y-yə baxırıq. Tapşırıqdan sonra özünüzü yoxlamaq üçün hansı üsuldan istifadə edərsiniz? Özünü necə yoxlayırsan? Yəni, mən özümü yoxlamaq üçün bir yolu, strategiyamı bilirəmsə, məndə də nə var? Metakognitiv var. Bizə nə sonra istədilər? Konseptual. Onu da tapdıq. C variantındadır. 14-ə baxırıq. Hansı fikir yanlışdır? Biliyin öyrədilməsi ilə bağlı hansı fikir yanlışdır? Biliyi şagirdlərə seçici formada bəli, nə gəldi öyrətməkdə seçirik, lazım olanları öyrədirik. Bu düzdür. Şagirdlər biliyin ötürülməsi zamanı, bunu bayaq demişdik, pasiv tərəfdir, yoxsa aktiv tərəfdir? Aktiv tərəfdə əlbəttə ki, pasiv nə gəzir indi müasir təlimdə? Bu səhvdir, elə yanlışı soruşurlar. B variantıdır. Digərlərini də təhlil eləyək. Bilik ötürüldükdən sonra şagird onu beynində analizlərdən keçirdir. Əlbəttə ki, kognitiv və metakognitiv fəaliyyətlərdən keçirməlidir. Bu düzdür, bunu bayaq da qeyd eləmişdik. İnformasiya şagirdlərə seçici şəkildə təqdim olunmalıdır. Uşağın beyni kompüter deyil də, elə bütün informasiyanı yığsın beyninə. İnformasiyanı seçirik, lazım olanları öyrədirik. Y variantına da baxaq. Biliyin öyrənilməsi zamanı müəllim, fasilitator. Fasilitator istiqamət verən, yol göstərən, bələdçilik eləmək deməkdir. Fasilitator kimi çıxış etməsi əldə olunan biliyin daha yaxşı yadda saxlanılmasına kömək edir. Bəli, yəni uşaqlar biliyi öyrənəndə mən onlara istiqamət verməliyəm, yol göstərməliyəm, bələdçilik eləməliyəm. Bu da doğru fikirdir. Yanlışı istədilər, o da olduğu B variantdır. Baxırıq 15-ci suala. 15-ci sualda necə tapmalıyıq indi? Gəlin oxuyaq xüsusiyyətləri, görək necə uyğunlaşdıracağıq. Gəlin başlayaq birinci cümlədən oxumağa, görək burada nəyi soruşurlar və biz nə axtarmalıyıq. Anlayışların mənasını, onların bir-biri ilə əlaqəsini, dəyərli müdamilər, bunları oxuyuq, siz tapın görək biliyin hansı növündən söhbət gedir. Mənasını demək üçün, onlar arasında əlaqə, bu əlaqəni izah etmək üçün, fikirləri dərk etmək üçün və s. bu biliyin hansı növüdür? Bəli, bu konseptualdır. Bunu qarşısına qeyd edib, birazdan bizə lazım olacaq. Bir işi addım-addım yerinə yetirmək, praktik şəkildə tətbiq etmək, yerinə yetirirəm, icra edirəm, məşq edirəm. Bu hansı bilikdir? Bu proseduraldır. Əla. Üçə də baxaq. Faktları, anlayışları, qaydaları xatırlayır, yadına salır, ifadə eləyir. Hansı bilikdir bu? Faktı bilirəmsə, elə adından göründüyü kimi nədir bu? Faktoloji və ya deklarativ. Yəni ikinci adı. İndi bizə də deyir ki, A, B, C uyğunlaşdırın deyir. Yəni uyğunlaşdıraq. İndi A-nı oxuyuram, tapaq görək hansı biliyə aiddir. Parlament, konstitusiya, referendum anlayışlarının hər birini bir əsas xüsusiyyətini qeyd eləyin. Sizcə baxın, parlament, konstitusiya, referendum anlayışlarını demək üçün hərəsindən bir xüsusiyyət deyin. Yəni parlament haqqında, konstitusiya, referendum haqqında. Mən bir xüsusiyyət deməyim üçün məndə hansı bilik olmalı? Mən bu bilməliyəm ki, deyim də, bilməsəm hardan deyəcəm. Bu dəqiq fakta əsaslanan bir məlumatdır. Deməli, A-nı hara götürəcəksiniz? Bəli, A-nı 3-ə götürəcəksiniz. Daha sonra B-yə baxaq. Verilən bucaqları uyğun növə aid edin və niyə həmin növə daxil olunduğunu qısa əsaslandırın. Niyə sən bunu bura götürmüsən? Niyə? Nə üçün? Nə səbəbə bunu bura götürdün? Bunu 35 dərəcəyə götürdün? Bunu 120-yə götürdün? Niyə? Nə üçün? Nə səbəbə? Hansı bilikdir bu? Bəli, bu konseptualdır. Birə nə götürəcəksiniz? Birə B-ni götürəcəksiniz. Daha sonra C-yə baxırıq. PowerPoint-də bir neçə slayddan ibarət təqdimat hazırlayır, slayd hazırlayır. PowerPoint-da mahnı qoyuram, şəkili qoyuram, arxa fonda yazı qoyuram, hazırlayıram, slayd düzəldirəm. İş gedir, proses gedir. Bu nədir? Bu da proseduraldır. Proseduralda hara yazmışdıq? 2-yə yazmışdıq. 2-ni də qarşısına nə qeyd edirik? C variantı. Variantı tapmaq lazımdır. 1-ə B, 2-yə C, 3-ə A. Haradadır? 1, B, 2, D, Y variantında. Görürsünüz necə gözəl şəkildə bir yerdə təhlil elədik. 1 B, 2 C, 3 A. Baxırıq 16-ya. Deklarativ biliklə bağlı səhv fikri tapmalısınız deyir. Gəlin bir yerdə səhv axtaraq.
Deklarativ bilik fərdin bildiyi faktlar, anlayışlar, qaydalar onların yadda saxlanılmasıdır. Bu necə fikirdir? Bu düzdür, elə deklarativ bilik ondan bəhs edirdi onsuz da. Deklarativ bilik insanın müəyyən sahəyə aid olan terminləri, faktları, anlayışları bilməkdir. Bu da düzdür. C-yə baxırıq. Şagird üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu bilir. Hətta bilirsə bu deklarativdir də. Bu kitabdan öyrənib ki, daxili bucağın cəmi 180-dir. Bu kitabda olan bir faktdır. Bu özündən məntiqlə tapmayıb ki bunu. Bu da düzdür. Deklarativ bilik formalaşdıqdan sonra onu möhkəmləndirmək üçün təkrar və ya müxtəlif kontekstlərdə xatırlatma məşqləri aparmağa ehtiyac qalmır. Yəni bu o deməkdir ki, sən bir məlumatı öyrəndinsə, deyir, onu xatırlamağa və yəni xatırlama məşqləri aparmağa ehtiyac qalmır. Yəni məşq eləməsəm yadımdan çıxacaq da yenə. Yəni bir məlumatı bayaq dedim, bir məlumatı öyrən, o daş deyil ki, beynimiz yazaq üstündə qalsın. Bizim beynimiz daş deyil, elastikdir. Oxudum, təkrarlamasam yadımdan çıxacaq da avtomatik. Deyir, ehtiyac yoxdur da, deyir, təkrarlamasan da olur, sən yadında qalır, səhv deyir. O yanlış cavabımız D variantıdır. Y variantına da baxaq. Deklarativ bilik şagirdin gündəlik təcrübəsi, oxuduğu mətin və aldığı məlumatlar vasitəsilə faktları, anlayışları mənimsəyib yadında saxlayır. Düzdür, yadımda saxlayıram, beynimdə saxlayıram. Bu faktoloji deklarativdir. Bu da düzdür. Yanlış cavabımız oldu D variantı. 17-yə baxırıq. Hansı fikir səhvdir? Səhv axtarmalıyıq. Gəlin bir yerdə tapaq. Prosedural bilik həmişə tətbiq olur yazılsaydı səhv olardı. Əsasən bir tətbiq olur. Düz yerdə prosedural əsasını tətbiq edirik. Bu düzdür. Bizə deyir səhvi tapın. Konseptual bilik şagirdə cümlənin baş və ikinci dərəcə üzvləri ayırmağa xidmət edir. Mən sizə sual verəm ki, cümlənin birinci dərəcə üzvləri hansılardır, ikinci dərəcə üzvləri hansılardır? Siz deyirsiniz ki, mübtəda xəbər birinci dərəcəli üzvüdür. Misal üçün, təyin, tamamlıq, zərflik və s. Bunlar ikinci dərəcəli üzvlərdir. Bu suala cavab vermək üçün faktoloji lazımdır, yoxsa konseptual? Bunu bilməsəz hardan sayacaqsınız? Bilməlisiniz ki, sayasınız da. B-də yazıb ki, konseptual bilikdir, bu səhvdir. Səhvi soruşurlar, deyil onsuz da. Bu səhvdir. Çünki Azərbaycan dili bilməliyəm ki, sayım. Sonra C-yə baxırıq. Spesifik bilik faktoloji biliyin bir növüdür. Təbii ki, bunu bilirik də, artıq dərsdə öyrənmişik, düzdür. Metakognitiv bilik konseptual biliyə nisbətən daha üst səviyyəlidir. Metakognitiv daha üst səviyyəli bir bilikdir. Bayaq elə test başlayana demişdik ki, bu məndə olmaya da bilər. Yəni üst səviyyədə. Ayrı-ayrı faktoloji biliklər arasında əlaqə yaradan hansıdır? Məlumatlar arasında əlaqə quran, səbəb-nəticə əlaqələrini quran konseptualdır. Bu da düzdür. Səhv cavab istəyirdilər, o da B variantıdır. Sonra baxırıq 18-ci suala. 18-ci sualda yazıb ki, uyğunsuzluğu tapın. Uyğunsuzluğu necə tapırlar? Uyğunsuzluq tapmağın yolu doğru sütunundan səhvi axtarırsınız, yanlış sütunundan düzü axtarırsınız. Baxın, uyğunsuzluq yazılır. Yəni, gəlin uyğunsuzluğu bir yerdə tapaq. Biz əsas işarələri qoyaq, sonra variantı taparıq. Konseptual bilik anlayışlar arasında əlaqə yaratmağa, anlamağı və bu anlayışları daha geniş sistem daxili izah etmək, anlamaq, başa düşmək. İndi gəlin birinci bəndə oxuyum. Deyir, birinci bəndə üzrüstəm oxumuşdum da. Əlaqəni anlamağa, anlayışlar arasında sistemli və s. izah etməyə kömək edir. Konseptualdır, bu düzdür. İşarələri qoyaq, sonra variant tapaq. Bu düzdür. 2-yə baxıram. Deklarativ bilik faktların, anlayışların, termin və təriflərin, yəni deklarativ bir fakt, anlayış, terminləri yadda saxlamaqdır. Bu da düzdür. Keçək bu tərəfə. Metakognitiv bilik insanın təkcə nə etdiyini deyil, nə bildiyini deyil, necə düşündüyünü və hansı strategiyanın onun üçün daha effektiv olduğunu dərk etmək. Mənim üçün daha effektiv hansı, daha uyğun olan hansı, bu metakognitivdir, bu düzdür. Prosedural bilik müəyyən bir tapşırığın necə yerinə yetiriləcəyini, yəni hansı addımların hansı ardıcıllıqla icra olunduğunu bilmək və tətbiq etməkdir. Prosedural bilik nə idi? Prosedural bilik müəyyən işin ardıcıllığını bilmək, onu yerinə yetirməkdir. Bu düzdür. Deməli, baxın, yanlış sütununda, yəni səhv sütununa nəyi götürürük? 3-ü götürürük, bir də 4-ü götürürük.
3 ilə 4. Çünki üst-üstə doğru sütunundan, baxın, yanlış olsaydı götürə bilərdiniz. Doğru sütununda yanlış yoxdur. Doğru sütununda hamısı doğrudur. Ona görə bu uyğunluqdur. Yəni doğruda biz yanlış tapa bilmədik. Ona görə cavab avtomatik nə götürəcəyik? 3 ilə 4. 3 ilə 4 hansı variantdadır? D variantında. Deməli, uyğunluq pozulmuşdur deyəndə tərsli olanları götürürsünüz. Doğrudan səhvləri, səhvdən düzləri götürürsünüz. O da D variantındadır. 19-a baxırıq. Nümunələrə əsasən biliyin növünü tapın. Gəlin, mən bəndləri oxuyuram. Siz tapın ki, biliyin hansı növünə aiddir. Şagird verilmiş isimləri qrammatik kateqoriyalarına görə qruplaşdırmaq, sistemləşdirmək, ümumiləşdirmək, anlamaq, dərk etmək, başa düşmək lazımdır. Hansı bilikdə olur? Konseptualda olur. Şagird sözlərinin tərkibinə görə təhlil eləyir. Təhlil eləyirimiz, bunun altına bir misal üçün özündən bir xət çəkir. Bunun altına dalğalı, bunun altına qırıq-qırıq xət çəkir. Yəni iş görür, iş gedir, proses gedirsə nədir bu? Proseduraldır. Şagird hədəfə çatmaq üçün, yüksək nəticə toplamaq üçün plan hazırlayır. Şagirdin biliyin hansı növ var şagirddə? Metakognitiv var. Konseptual, prosedural, metakognitiv, o da D variantındadır. 20-yə baxırıq. Abituriyent ali məktəbin müəyyən bir ixtisasına qəbul olmağı hədəf qoyur. Hədəfə çatmaq üçün özünə rejim təyin eləyir. Hansı bilikdə demişdik, daha uğurlu olmaq üçün özünə yol, xəritə, strategiya çizir. Hansındadır o? Bəli, metakognitivdədir. Düzgün cavab oldu D variantı. 21-ə baxırıq. Konseptual biliyə aid səhv fikri tapındır. Yanlışı tapın. Yəni yanlışa baxaq. Bir də nə ilə bağlıdır? Hə, konseptualla bağlı. Bu zaman şagird müxtəlif hadisələrlə bağlı əlaqə qurmaq üçün, dərk etmək üçün, başa düşmək, ümumiləşdirmək üçün konseptual lazımdır. Bu düzdür. Bizə səhvi deyir tapın. Şagird müxtəlif anlayışlarsa oxşar fərqli tərəfləri tapmaq üçün dərk etmək, başa düşmək lazımdır. O da konseptualdır. Konseptual bilik faktoloji biliyə əsaslanır və məntiqi düşün. Bəli, məntiq lazımdır da konseptual tapmaq üçün. Və fakt da lazımdır. Əlbəttə ki, fakt hamısında lazımdır onsuz da. Bu da düzdür. Konseptual bilik tapşırığı icrası üçün bir neçə addım, ardıcıllıq hansı bilikdə olur, dəyərli müdamilər? Hansında olur? Bəli, proseduralda olur. Yanlışımız budur. Y variantına da baxaq. Konseptual bilik məfhum və anlayışlara əsaslanan mürəkkəb bilikdir. Bəli, konseptual bilik faktoloji biliyə nisbətən mürəkkəb bilikdir. Bu düzdür. Amma götürmürük. Bizdən səhvi soruşurlar. Baxır 22-ci suala. Şagird özünü qiymətləndirmə zamanı biliyin hansı növündən istifadə edir? Baxın, mən özümü qiymətləndirirəmsə, öz səhvimi, öz düzümü tapıramsa, özümü qiymətləndirirəmsə, hansı bilikdir o? Bəli, metakognitivdir. Düzgün cavab oldu D variantı. 23-ə baxırıq. Şagird laboratoriyada məhlul hazırlayarkən maddəni tərəzidə ölçür. Müəyyən həcmdə suda həll edir. Qarışdırır. Məhlulu etiketləyib saxlama qablarına tökür. Nə gözəl. Deyir ki, bu tapşırıqda tətbiq olunan bilik növünə uyğun olan tapşırığı tapın. Gedib variantları oxumuram. Nəyə görə? Mən birinci tapmalıyam ki, biliyin növü nədir burada, sonra gedib variant axtaraq. Burada uşaq nə edir? İş görür, proses gedir, məhlul hazırlayır, onu qoyur tərəzidə ölçür, suda həll edir, iş gedir, proses gedir burada. Bir növ öyrəndiklərini nə edir? Həyata keçirdir. Burada iş gedir, tətbiq gedir, proses gedir burada. İndi düşürük variantlara baxırıq. Fotosintezin hansı canlılarda və hansı orqanoidlərdə baş verdi? Məsələn, sual verirəm ki, fotosintez hansı orqanoidlərdə baş verir? Dəqiq bilməliyəm ki, deyim də bilməsəm hardan deyəcəm. Bu fakta əsas, bizə fakt lazım deyil, bizə lazımdır tətbiq xarakterli olan bir bənd götürək. Yeni hökmdarlığın yerli qanunları ləğv etməsi niyə üsyan risklərini artıra bilər? Niyə? Nə üçün? Nə səbəbə üsyan risklərini artırır? Bu proseduraldırmı? Xeyr, bunu demək üçün konspekt lazımdır. Bu getdi. Sənaye inqilabı nədir? Mən sizə sual vermişəm. Sənaye inqilabı nədir? Hansı ölkədə olub? Bu nədir? Dəqiq faktdır da, faktı bilməsəm hardan deyəcəm. Bu da getdi. Şagird müxtəlif yaş qruplarına aid insanların qan təzyiqlərini ölçür. Deməli, iş gedir, öyrənmişəm, indi də getmişəm insanların təzyiqlərini ölçürəm, həll edirəm, hesablayıram, ölçürəmsə nədir bu? İş gedir, tətbiq var burada. Və düzgün cavabımız oldu prosedural bilik, yəni D variantı daha doğrusu.
Y variantına da baxaq. Niyə yaş artdıqca bir çox insanların qan təzyiqi yüksəlmə ehtimalı var? Niyə? Nə üçün? Nə səbəbə sizcə? Hansı səbəbə görə qan təzyiqi yüksəlir? Bu da konspekt lazımdır bunu demək üçün. Məntiq ümumiləşdirib cavab vermək lazımdır. Bizə də tətbiq xarakteri lazım idi. O da D variantındadır. Biliklə bağlı hansı fikir doğrudur? Yəni düz axtarmalıyıq. Deyir, bilik insanın faktları, anlayışları, qaydaları öyrənib mənalandırması və onları yeni vəziyyətlərə tətbiq edə bilməsidir. Çox qəşəng cavabdır. Deyir, bilik insanların faktları, anlayış, qaydaları öyrənib, onların mənasını anlayıb, onları uyğun vəziyyətlərə tətbiq edə bilməsidir. Hə, bilik nə işə yarayır? Bilməliyəm, mənasını başa düşməliyəm, tətbiq etməliyəm, bacarmalıyam. Elə düzgün cavab A variantıdır. Gəlin digər variantlara da baxaq. Mövzunu təkrar etmək və yeni situasiyaları tətbiq etmək, ayrıca məşq etmək vacib deyil. Yəni deyir ki, oxudunsa, onu məşq etmək lazım deyil də deyir. Çünki bilik zamanı bilik zaman keçdikcə avtomatik möhkəmlənir. Heç bir şey avtomatik olmur bizdə. Elə şey yoxdur. Mən bir şey yerinə yetirməsəm, icra eləməsəm, o məndə avtomatikləşmir. Bu səhvdir. Konseptual biliyə malik olmaq üçün anlayışlar arasında əlaqəni ümumi təsvir etmək kifayətləndirən şərtləri və istisnalar nəzərə almaq ikinci plana düşür. Yəni mən onların arasında əlaqəni qura bilməsəm, olsa məndə konseptual da olmayacaq. Prosedural bilik daha çox dəqiq və tətbiq fənlərdə ön plana çıxır. Çünki bu sahələrdə nəticə çıxarmaq üçün müəyyən ardıcıllıqla icra olunan üsullar tələb olunur. Yəni, deyir ki, prosedural bilik bir çox dəqiq fənlərdə və tətbiqi fənlərdə önə çıxır. Xeyr, prosedural bilik bütün fənlərdə lazımdır bizə. Yəni, prosedural bilik ancaq işdə tətbiq etmək deyil ki, beynimdə də ardıcıllığı demək, o da prosedural sayılır onsuz da. Metakognitiv bilik insanın daha çox güclü və zəif tərəflərini ümumi şəkildə tanımasıdır. Metakognitiv bilik insanın daha çox güclü və zəif tərəflərini ümumi şəkildə tanıması deyil. Metakognitiv bilik, bayaqdan dəfələrlə dedik ki, hər hansı bir işdə uğur əldə etmək üçün lazım olan yolu, strategiyanı bilmək, daha uğurlu olmağın yollarını bilməkdir. Bu deyir ki, yəni metakognitiv insan daha çox bu işə xidmət edir, o səhvdir. Düzgün cavabımız oldu A variantı. 25-ə baxırıq. Verilənlərdən biri faktoloji biliyi yoxlayan sualdır. Yəni, baxaq görə hansı variantda faktoloji bilikdir. Məhəmməd Füzuli nə üçün Leyli Məcnun mövzusuna müraciət etmiş? Niyə? Nə üçün? Hansı səbəbdən sizcə? Niyə? Hansı səbəb? Bu nədir? Bu konseptualdır. Bu getdi. Metaforanın metonimiya ilə fərqlərini fərqləndirin, müqayisə eləyin. Hansıdır bu? Konseptualdır. C-yə baxaq. Azərbaycan ədəbiyyatının ilk divan müəllifi kimdir? Neçənci ildə yazıb? Falan döyüş neçənci ildə baş verib? Falan dövlətin hökmdarı kim idi? Bu tipdə sualların cavabı nədir hamısı? Bəli, faktoloji bilik ilə düzgün cavabımız oldu. C variantı. D-də yazılıb ki, Köroğlu dastanın əhəmiyyətini, mənasını əhəmiyyətini demək üçün başa düşməliyəm, dərk eləməliyəm. Konspekt lazımdır bu üçün, yəni konseptual. Kompüter işə salmaq üçün hansı ardıcıllıqdan istifadə? Kompüter toka taxırıq, falan düyməni basırıq, ora kodu yazırıq, bunu eləyirik, onu eləyirik, sonra kompüter açılır. Bu da nədir? İş, proses gedir. Bu da yanlışdır. Düzgün cavabımız oldu C variantı. Baxırıq 26-ya. Uyğunsuzluğu deyir tapın. Baxın A variantı deyir, konseptual biliyə aiddir. Gəlin bəyəndə baxaq. Yol nişanları arasında, tutaq ki 5 dənə yol nişanı, 1, 2, 3, başqa hər formatda işarələrimiz var da, yol nişanları. Bunların arasına sizə sual verirəm ki, piyada keçidi nişanı hansıdır? Mən bu dəqiq bilməliyəm kitabımda. Hardan tapacağım? Mən həyatı boyu piyada keçidi nişanı görməmişəmsə, burada 15 dənə də mənə nişan versələr, mən onu tapa bilməyəcəm hansı piyada keçidinə aiddir. Deməli, bunun üçün nə lazımdır? Dəqiq olaraq fakta əsaslanan bir məlumat. Mən həyatı boyu görməmişəmsə, 3 saatda mən 15-20-dən yol nişanına baxsam, mən onu tapa bilməyəcəm. Deməli, bunun üçün konseptual yox, faktoloji lazımdır. Qıraqda yazdıqlarımızı silək. Uyğunsuzluq, deyil, bu uyğunsuzluqdur. Xəritə üzərində məsafəni ölçmək, hesablamaq, miqyas üzərində nəticəni tapır, vurur, toplayır, kilometrlərlə yazır və iş gedirsə, bu proseduraldır. Düzdür, yəni pozulmayıb. Mövzuda ən çətin hissəni yazın, onu öyrənmək üçün seçdiyiniz strategiya harada olur? Metakognitivdə olur, bu da düzdür. Faktoloji bilik
İnsan skeletində mən sizə sual verim, insan skeletində ən uzun sümüyün adı nədir? Bu faktdır, bu da düzdür. Məktəbdə yanğın həyəcan siqnalı veriləndə sinifi evakuasiya prosesini yerinə yetirirlər. Birinci pilləkənlər düşürlər, qapıdan çıxırlar, onu eləyirlər, bu iş gedir də, proses gedir. Bu da doğrudur. Baxırıq 27-yə. Səhvi tapın deyir, yanlış fikrə. Faktoloji bilik, Bloom taksonomiyanın bayaq bunu dedik, aşağı mərhələləri ilə bağlıdır. Bu düzdür. Metakognitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyalar metakognitivdə olur. Düz deyir. Uzun riyazi əməlləri yerinə yetirilməsi, riyazi əməllər harda olur? Proseduralda olur və tətbiqdə tələb edir. Düz deyir. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşə bilər. Bir işi, yəni bir prosesi hər gün yerinə yetirəndə o məndə avtomatikləşir. Bu da düzdür. Faktoloji bilik digər biliklər arasında əlaqə quran bilik hansıdır? Bu, bir məlumatla o bir məlumat arasında mən əlaqə quramsa, onlar arasında mənanı başa düşürəmsə, onun üçün konseptual lazımdır. Faktoloji bilik sadəcə faktları bilməklə kifayətlənən bir bilikdir. Səhv cavab Y variantıdır. 28-ə baxırıq. Prosedural bilikdə hansı fikir səhvdir? Yəni, proseduralla bağlı səhv fikir axtarmalısınız. Prosedural da altına xət çəkək. Ardıcıl şəkildə addımlardan ibarətdir. Düz deyir, ardıcıllıq addım-addım proseduralda olur. Prosedural bilik avtomatikləşmir. Bu dəqiqə dedik ki, prosedural bilik tətbiq olunanda avtomatikləşir. Və yaxud da yazılıb ki, vergüldən sonrasına baxın. Yəni, düşünülmədən tətbiq oluna bilmir. Yəni ki, prosedural bilik avtomatikləşmir, səhvdir. Bir işi dəfələrlə təkrar mən yerinə yetirəndə o bilik məndə avtomatikləşir. Ləşmir yazıldığı üçün səhvdir bu. Sonra görürsünüz, B variantı nə gözəl işarələndi. Sonra C-yə baxırıq. Dəqiq fənlərdə misal, məsələ, həlli bu biliyə aiddir. Həll, hesabla yerinə yetir, buradadır deyir, düz deyir. Lazımı addımlar sabit və ya dəyişkən şəkildə icra oluna bilər. Bəli, hər hansı bir addımlar ola bilər ki, eyni qaydada da davam edə bilər, dəyişkən şəkildə də davam edə bilər. Bu da düzdür. Addım ardıcıllıq varsa, onsa proseduraldır. Hər hansı bir fənnə aid algoritm özü ardıcıllıq deyilən. Bunu dərsdə də demişdik onsuz da. Bu proseduraldır. Səhv cavab B-dir. 29-a hansı doğrudur yazılıb? Mövzunun dərindən öyrənilməsində konseptual biliyin rolu önəmli deyil. Bir şeyi mən dərindən öyrənmək istəyirəmsə, gərək onun mənasını başa düşüm ki, dərindən öyrənim. Mənanı başa düşmək üçün nə lazımdır? Konseptual. Bu deyil, konseptual önəmli deyil. Və önəmli deyilsin, nətər dərindən yadda saxlayacağım mən onu. Bu getdi. Bizə doğru cavab lazım. Səhvdir də, yəni götürmürük. Spesifik və terminoloji biliklər faktoloji biliyin növü olsa da, onlar arasında bağlılıq yoxdur. Nətər, yəni bu bir biliyin növüdür, nətər əlaqə yoxdur onlar arasında. Bu səhvdir. Konseptual bilik faktoloji bilikdən asılı olmadan biliyin növləri hamısı bir-biri ilə bağlıdır. Bünövrə ilə faktolojida, fakt olmasa cavabirlər olur ki, o da olmur. Səhvdir. Prosedural bilik özündə fəaliyyətin ardıcıllığını, addım ardıcıllığını etiva eləyir. Ardıcıllıq harda olur? Prosedural bilikdə olur. Düzgün cavab oldu. D variantı. Metakognitiv bilik məzmunun öyrənilməsində heç bir təsiri yoxdur. Nətər təsiri yoxdur? Bu da səhvdir. Düzgün cavab oldu. D variantı. Baxırıq 30-a. Prosedural biliklə bağlı hansı fikir doğrudur? Yəni, nəyi axtarmalıyıq? Doğru fikri axtarmalıyıq. Prosedural bilik işi yerinə yetirmə ardıcıllığını izləmək əvəzinə qaydanın sözlə izah edib ümumi məntiqi anlamaq kimi qiymətləndirilir. Tərsinə yazıblar da. Prosedural bilik nəyə xidmət edir? Bir işin yerinə yetirilmə ardıcıllığını izləmək əvəzinədir. Onun mənasını izah etmək, məntiqinin mənasını başa düşmək üçün konseptualdır. Prosedural deyil ki, bu səhvdir. Prosedural bilik əsasən qaydanı nəzəri formada ifadə etməkdir. Düz deyir, səhv deyil. Prosedural bilik əsasən tətbiqlə bağlı olur. Bir işin ardıcıllığını deyirəm, yerinə yetirirəmsə, bu proseduraldır. Bu da səhvdir. Prosedural bilik məlumatı əzbərləməklə yaranır. Addımları, ardıcıllıqları xatırlamaq bacarığını formalaşdırması üçün kifayətdir. Yəni deyirsən, məlumatı əzbərlədinsə, bu prosedural bilikdir. Düz deyir, səhv deyir. Təbii ki, səhvdir. Əzbərləmə niyə proseduralda olsun ki? Bir şeyi mən əzbərləyirəmsə, yadımda saxlayırəmsə, o faktla kifayətlənir. Bu bilik
Hər vəziyyətdə eyni qayda tətbiq olunur. Şərait dəyişsə də, deyir, addımlar uyğunlaşma ehtiyac qalmır. Səhvdir. Bayaq dediyi addımlar sabitdə qala bilir, dəyişə də bilir. Bu deyir ki, bu bilik hər vəziyyətdə eyni qayda tətbiq olunur. Bu səhvdir. Prosedural bilik bir işi necə yerinə yetirəcəyini göstərən bilikdir. Eyni zamanda mərhələli şəkildə icra olunur, təcrübə sayəsində möhkəmlənir. Nəyəsə əzbərləyəndə o məndə, baxın, yuxarıdakı variantlarda yazılmışdı. Əzbərləyəndə möhkəmlənmir, mən onu tətbiq eləyəndə o məndə möhkəmlənir, avtomatikləşir. Düzgün cavab oldu Y variantı. Baxırıq 31-ə. Uyğunluq pozulmuşdur. Yəni nə axtarırsınız? Səhv fikir axtarırsınız. Metakognitiv bilik düsturları yadda saxlamışıq. Fərqli strategiyalar. Strategiyanı bilmək metakognitivdir. Bu düzdür. Faktoloji bilik daş dövrünün hansı mərhələlərdən ibarət olduğunu bilməkdir. Bu düz deyirmi? Əlbəttə ki, düz deyir. Daş dövrü mərhələni bilmək üçün kitabın üzünü açmaq lazımdır, faktı oxumaq lazımdır. Bu düzdür. Konseptual bilik sürünənləri ekoloji qruplara ayırmaqdır. Ümumiyyətlə, ayırın, müqayisə edin, fərqləndirmək, müqayisə etmək üçün, ümumiləşdirmək, qruplaşdırmaq üçün nə lazımdır? Konseptual lazımdır. Bu da düzdür. Prosedural bilik xətti tənliyi həll yollarını bilməkdir. Bir şeyin həll yolunu bilirəmsə, onu həll eləyirəmsə, yolunu da bilmək iki hallı da yenə prosedural bilikdir. Bu da düzdür. Mən sizə sual verirəm ki, baxın, deyir, göllərin axarlı, axarsız olduğunu bilmir. Mən sizə bir gölün adını çəkirəm. Deyirəm ki, bu axarlıdır, yoxsa axarsız göldür. Bunun üçün nə lazımdır? Məntiqlə tanımayacaq ki, bu dəqiq cavabdır da. Yəni, axarlı, axarsız göllər bilmək üçün fakt lazımdır. Ona görə bu konseptual deyil, səhvdir. Sonra baxırıq 32. Hansı fikir səhvdir? Yanlışı tapmalısınız burada. Biliyin qəbulunda şagird axır ki, bu cümləni tapdıq, aktiv tərəf olmalıdır. Bu düzdür. Bizə səhv cavab lazımdır. Faktoloji bilin heç də hamısı şagirdlər öyrədilmir. Bəli, seçicidir. Seçib lazım onları öyrətməliyik. Bunu, yəni, indi testin izahına baxa-baxa qeyd götürə bilərsiniz. Nəyi qeyd götürürük? C variantını. Nəzəriyyə, model, struktur, ümumiləşdirmə konseptual biliyə aiddir. Bu da düzdür. Yəni, nəzəriyyə modellər bilmək üçün onlar arasında əlaqəni bilmək lazımdır. Bu düzdür. Biz açar söz əzbərləmirik də, sadəcə indi test izahından baxanda qeyd kimi götürə bilərsiniz. Daha sonra D-yə baxırıq. Öyrənilənlər alqoritm şəklində mütləq tətbiq olunmalıdır ki, o prosedural bilik olsun. Bayaqdan dəfələrlə dedik ki, biz onu tətbiq etməsək də, ardıcıllığı bilsək belə yenə kifayətdir. Mütləq tətbiq olunmalıdır, səhv fikirdir. Prosedural bilik tətbiq olunmaya da bilər. Əgər yazılsaydı ki, prosedural bilik bayaq yazmışdı, əsasən tətbiq mərhələsi ilə bağlı olur, onda cümlə düz olardı. Amma mütləq tətbiq olunmalıdır, bunu dərsdə demişik ki, bu səhvdir. Y variantına da baxaq. Şagird qəbul etdiyi biliyi kognitiv və metakognitiv analizlərdən keçirməlidir. Bu da düzdür. Bu, baxın, Y variantına dəfələrlə bayaq rast gəlmişik. Baxırıq 33-cü suala. Hansı konseptual biliklə bağlıdır? Yəni, konseptual aid fikir tapmalısınız. Qüvvə, sürət, kütlə anlayışlarının ölçü vahidini yazın. Hansı? Qüvvə nə ilə ölçülür? Kütlə nə ilə ölçülür? Bu suala cavab vermək üçün konseptual lazımdırmı? Xeyr, faktı olsa kifayətdir. Bu getdi. Şagird məxrəcləri müxtəlif olan kəsirləri toplayır. Vur, topla, çıx, böl, hesabla, həll eləyir. Hansıdır bu? Bu, bəli. Hansı oldu? Prosedural oldu, bəli. Mən sizdən soruşuram ki, cavabı özünüz cavablandırasınız. Baxırıq C-yə. Verilmiş cümlələri sadə və mürəkkəb cümlələr olmaqla qruplaşdırın, sistemləşdirin, ümumiləşdirin, izah eləyin öz sözlərinizlə. Hansı bilikdə olur bunlar? Bəli, konseptualda olur. Hər dəfə bunları təkrarladıqca bu bizim yadımıza çox qəşəng qalacaq. Demək, düzgün cavab oldu C variantı. Deyə baxırıq, hansı üsulla daha yaxşı öyrənirsən? Hansı üsulla daha yaxşı öyrənirsən? Hansı sənin üçün daha çox yaxşıdır? Bu hansıdır? Bu metakognitivdir. Y-yə də baxaq, xəritədə Azərbaycan tap və paytaxtını 3 qonşu ölkəni yaz. Deməli, Azərbaycan paytaxtı haradır? Qonşu ölkələr hansılardır və s. Mən bunu deyirəmsə, bu dəqiq məlumatdır ki, mən deyə bilim də. Deməli, yeni də çıxdı, qaldığı C variantı. Baxırıq 34-cü suala. Tarix dərsində şagirdə bir hadisə haqqında 2 fərqli mənbə verilir.
O mənbələri, müəllifini, yazılma tarixini müəyyənləşdirir. Məqsədini təhlil edir. Sonra məlumatların uyğun gəlib gəlmədiyini müqayisə edib nəticə çıxardır. Deməli, bu qədər işi eləyir, sonra onları təhlil eləyir. Məlumatlar uyğundur, uyğun deyil. Bununla bağlı müqayisə edib nəticə çıxardır. Hə, başa düşdüm, nəticə çıxardır. Bu müqayisə edib. Bu biliyin hansı növünə aiddir? Çox xahiş edirəm, dəyərli müəllimlərimiz. Cümlənin əvvəlini oxuyun, variant tapmayın. Misal üçün, ola bilər ki, aramızda hiss edirəm ki, faktoloji yazan müəllimlərimiz ola bilər. Ona görə deyirəm. Deməli, iki hadisə haqqında mənbə verilir. Müəlliflərinin yazılma tarixini müəyyənləşdirin. Getdim, faktoloji götürdüm, cavab gəlib səhv çıxacaq. Çünki cümlə qurtarmayıb bax elə. Məqsəd təhlil eləmək, nəticə çıxarmaq, müqayisə etmək harda olur? Başa düşmək, bəli, konseptualda olur. Düzgün cavab oldu, konseptual. 35-i mən oxuyuram. Dəyərli müdavimlərimiz, siz tapın ki, hansına aiddir. Bitkilərdə fotosintez və tənəffüs proseslər arasında əlaqəni izah eləmək üçün nə lazımdır? Başa düşməliyəm ki, izah edin. Bəli, nə lazımdır? Konseptual. İşıq mikroskopunda preparat hazırla və bunu müşahidə elədir. Deməli, burada nə gedir? Yarpağı qoyuram, üstünə yod tökürəm, onu eləyirəm, bunu eləyirəm, preparat hazırlayıram. Nə gedir burada? İş gedir. Bəli, proseduraldır. Azərbaycan Xalq Cümhuriyyəti hansı ildə elan olunub? Hansı, neçənci ildə? Bu da nədir? Faktdır. A, B, C. Elə ardıcıllıqda belə gəldi. Elə A variantı düzdür. A, B, C. Sonra baxırıq 36-ya. Deklarativ biliklə bağlı hansı fikir doğrudur? Hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri bilmək, terminləri bilmək elə deklarativ biliyə aiddir. Düzgün cavab oldu A variantı. Şagird özü üçün strategiya tapırsa, bu metakognitivdir. Meyarı, ümumiyyətlə, belə yadda saxlayın, dəyərli müdavimlərimiz. Elə videonu baxa-baxa qeyddə götürün özünüz üçün. Meyarı müəyyənləşdirmək prosedural biliyə aiddir. Meyar, addım, ardıcıllıq, algoritm. Bir işin algoritmini bilmək, bu da proseduraldır. Ümumiləşdirmək, konspektləşdirmək, qruplaşdırmaq da konseptuala aiddir. Düzgün cavab oldu A variantı. 37-yə baxırıq. Şagird himninin dövlət rəmzi kimi əhəmiyyətini izah edir. Əhəmiyyətini başa düşmək, izah eləmək üçün nə lazımdır? Konseptual lazımdır. Bəli, A variantı konseptualdır. Daha sonra 38-ə baxırıq. Hansı fikir yanlışdır? Səhv axtarmalıyıq. Sintaktik təhlil zamanı istifadə olunan terminlər faktolojiya aiddir. Elə termin faktolojide olur da başqa harda olur ki? Bu düzdür. Konseptual bilik deklarativ biliklər üzərində qurulmuş, bəli, fundament bünövrə onsuz deklarativdir. Bu da düzdür. Sözün fonetik təhlil yolunu bilmək harda olur? Proseduralda olur, bəli. İnsan özü haqqında biliyə malikdirsə, uşaqda nə var? Metakognitiv var, bu da düzdür. İki hadisənin oxşar və fərqli xüsusiyyətləri müqayisə edirəm, fərqləndirirəm, iki hadisəni ümumiləşdirirəm, iki hadisəni qruplaşdırıram. Biliyin hansı növündədir? Hansı növündədir? Bəli, bu konseptualdadır. Deməli, burada prosedural yazıldığı üçün yanlış cavabımız oldu Y variantı. Xüsusiyyətləri özüm təkrarlayıram ki, biliyin növünü daha yaxşı başa düşək. Baxırıq 39-a. Hansı fikir doğrudur? Düz axtarmalıyıq. Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi daha məqsədə uyğundur. Əlbəttə ki, düz deyil. Yəni ki, İstəyirsiniz ki, bu effektiv olsun, tətbiqi xarakterli bilikləri şagirdlərə öyrədin. Düz deyirəm, niyə deyirəm, əzbərçi bilikləri öyrənib. Elə bir şey öyrənməliyəm ki, mən onu tətbiq edeyim, daha qəşəng başa düşüm. Əzbərçi məlumatları niyə deyirəm, yığıb beynimə. Tətbiqi xarakterli məlumatları öyrənmək bu daha yaxşıdır. Normalda da bir şey tətbiq edəndə axı biz yaxşı yadda saxlayırıq onu. Elə bu düz budur. Şagird yönümlü dərsdə müəllim əsas rolu şagirdə informasiya ötürməkdir. Xeyr, şagird informasiya özü əldə edir. Şagird yönümlü dərsdə müəllimin rolu şagirdlərə bələdçilik, yol göstərməkdir. Spesifik xüsusiyyətləri bilmək spesifik faktolojidadır, bu səhvdir. Prosedural bilik şagird özü haqqında məlumatlı olmaq hardaydı? Bəli, metakognitivdə idi. Metakognitiv bilik ardıcıllıq harda olur? Proseduralda, bu da səhvdir. 40-a baxırıq. Əgər cəmiyyətdə hər kəs hər zaman və hər yerdə
istədiyini etsəydi, insanların həyatı necə olardı? Dəyərli müdavimlər, necə sözü görən kimi prosedural götürməyin cümlənin mahiyyəti fərqli bir şeydir. Əgər cəmiyyətdə hər kəs hər zaman hər yerdə istədiyini etsəydi, həyat necə olardı? Düşünürəm, doğrudan necə olardı həyat? Yəni bunu cavabını vermək üçün bir növ bu müəllimin verdiyi sualı başa düşüb nəticə çıxardı və öz sözlərimlə mən bunu başlamalıyam ifadə eləməyə. Mənə görə həyat belə olardı. Siz tamam fərqli bir cavabı verə bilərsiniz. Yəni hər kəs anladığı kimi cavabı verəcək. Bu nədir? Konseptualdır. Düzgün cavabı oldu C variantı. Deməli, bilik və onun növlərinə aid 40 testin izahına baxdıq. Ümid edirəm ki, bu test izahı hər birinin üçün faydalı oldu. Zəhmət olmasa test izahına baxa-baxa özünüz üçün qeydlər də götürün ki, daha çox öyrədici xarakterli olsun. Sırf səhvimə baxın, bu testdən çıxım eləməyək də bütün bədləri bir yerdə təhlil etdiyim üçün biliyin növlərini daha yaxşı da test üzərində öyrənə bilərik. Ümid edirəm ki, hər birinin üçün faydalı oldu.